ota nəzarət edin. Uşağın bu yürgəyidir də, bunun içinə qoyuram indi. Uşaq burada durur. İçinə ayın oyunları qoysan, bu hündürə düşür. Mən yeməyimi niyə hazırlayam? Veşlər buradadır. Hamısı bulomdadır. Ev yiyəsinin şəxsi veşləri. Mən bu veşlərdən hər gün bu veşləri çıxardıram. Bir stəkan çayın üstündəyim. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Bir dənə də keksin üstündəyim. Gözləyim. Aycan Səcad. Gəl oğlum, bir qodan. Onun yanında da at. Sonra, indi Hüseynin yerini hazırlamışam. Bura, ensiz divandır. Ensiz kravatdır. Uşaq da aktiv uşaqdır. Özünü çevirir, atır belə, atır belə. Əvvəllər kim idi yeməyi hazırlayan? Mən idim də yeməyi hazırlayan. Ayşət dəli olmayıb. Yarım saatdan bir saatdan bir Hüseynə zəng edir. Ayşətin ağlı yerindədir. Ayşət bilir neyinir. Yoldaşımdır, üstən faydama görə. Maraqlanmalıyam. Mən bəhanələr lazımdır. Bəhanələrə yox demək lazımdır. Mən nəyi necə lazımdır? Mən burada canlıda izləyicilərin gözü önündə danışan deyiləm. Bəzilər kimi. Ay belə, ay elə. Mənim hamı necə bir iş yoldaşlarım da, tələbə yoldaşlarım da, məktəbdə müəllimlərim də şahiddir ki, mən necə bir qız olmuşam. Bugünkü gündə mən övladım üçün ancaq. Heç özümə də vaxt ayırmağa vaxtım yoxdur. Bəzən deyirsiniz, saçını niyə düzəltmirsən Ayşət? Əvvəllər düzəldirdim. Əvvəl özüm idim. İndi ailəmdir, ancaq ailəmə vaxt ayıram. Hüseynlə də maraqlanıram. Nəyə görə? Səbəbi var. Səbəbsiz yerə mən maraqlanmıram. Zəng eləyəndə soruşam, yeməyini yemisən? Neyinirsən? Hal əhvalını soruşuram. Hardaydın? Mən bir də bir şey olubdu, bir hadisə olubdu. Bəziləri elə bilər ki, bəli, atam yoxdur bu həyatda. Mən Hüseyni arxada ayaq bildim. Və heç kim də məni yazıq qız, atası qız kimi yazığım gəldi, nə bilim nə, bu kimi sözlər deməsin mənə. Orada Hüseyin gedib məni özü maraqlamışdı Zar müəllimlə. Hamı da şahiddir mövzuya. Videoların hamısı da var. Mən ona hətta yox da demişdim. Mən minnət də qoymuram ona. Sadəcə o fikirlərimi bildirirəm. Mən də eləyirəm də. Mənim elədiklərim gözə görünmür. Bugünkü də heç kim məni təhqir edə bilməz. Həmin səhifələri də nəzarətə götürəcək. Mən də yiyəsiz deyiləm. Bəli, atam bu həyatda olmaya bilər. Amma mən bu 5-ci günü, cümə günü ahım, göz yaşlarım, qəlb qırğınlığıma görə heç kimə, o kimlər ki təhqir edici, nalayiq ifadələr dedi, hamısına haqqımı heç halal yox, haram eləyirəm. O bir dünyada da inşallah görüşəndə və bugünkü gündə Hüseynlə mənim arama kimlər girmək istəyir, problemlər yaratmaq istəyir ailəmdə söz-söhbət, həmin şəxslərə də cavab verəcək. Mən sübutlarla danışacağım. Hüseyn demir, birinci gün danışacağım, mən Xoşqədəm xanımı danışsın. Allah Xoşqədəm xanıma can sağ versin. Xoşqədəm xanım həmişə haqqın, düzgünlüyün, haqqı tapdalanan xanımların yanındadır və haqqı tapdalanan bəylərin yanındadır. Həmişə haqqın yanındadır. Valla mən sübutlarla danışacağım, şahidlərimlə danışacağım. Siz necədir? Mən haqsızlığı götürə bilmirəm. Bugünkü gündə, yəni Hüseyni siz 3 ildir tanıyırsınız. Mən bir ildə efirə çıxmışam da. Ev yarışında tanış olduq. Tanıdıq, bir ildən sonra da qərar verdik. Bizim toyumuzu da Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah əzizlərini, analarına, atalarına səbir dözüm versin. Şəhid analarının, şəhid atalarının, şəhid qardaşlarının, bacılarının, qohumlarının xeyir dualarını aldıq biz. Mən bugünkü gündə ailəmi qorumağa çalışıram. Əgər Hüseyin onu başa düşmək istəmirsə, problem onun düşüncəsindədir. Mən ailəmin uğrunda canımdan da keçmişəm və yarımcan da olmuşam. Mən bugünkü gündə əməliyyat yerim ağrır. Bu uşağı bu vəziyyətdə mənim qaldırmam, əməliyyat yerimə çox ağrı verir, ağrılı. Epilusdakı soyuq su ilə dəhşətli dərəcədə mart ayından bugünə kimi mən soyuq su ilə oynayıram. Ayşət yemək bişirə bilir. Ayşət çox da qəşəng yeməklər də bişirir, şirniyyat da bişirə bilir. Ayşət yerini, ədəbini, geyiminə kimi, hərəkətinə kimi bilir. Mən bəzilər kimi kişilərə üz vermirəm.
nə də ki, səhərdən axşama qədər canlılarda bitmirəm. Mən bu günləri 8-9 radələrində demişdim ki, sizlərlə 2 nəfər ətrafında danışıq eləyəcəm. Hüseyin niyə coşdu daşdı? Adama bir söz deyirlər, deyə soğan yeməmsən, niyə görünürsən? Vallahi mən də ağrıyam. Allah haqqı ürəyim də ağrıyır, gözlərim də ağrıyır, başım da ağrıyır, canım da ağrıyır, üstünüzə canınıza əməliyyat yiyim də. Bəzən gülüb danışıram, istəmirəm izləyicilərimizə negativ enerji ötürəm. Amma bu demək deyil ki, kimlərsə bizim bu vəziyyətimizdən istifadə edib şeytani sözlərlə Hüseynin beynini doldurmalıdır və yaxud mənim beynimi. Mən də anlayıram, başa düşürəm. Mən bu ailəni həmişə qorumağa çalışmışam. Və mən də çox şeyimdən keçmişəm. Mən də işimlə, karyeramla, xarici təhsilimlə, mən çox şeyimdən keçdim. ATV-yə bir dənə əvvəlki yerlərə baxın. Mən mikrofonda dedim ki, mən xaricdə təhsil almaq fikrim var. Ev yarışında qırılan qəlbimi qırmağa çalışmayın. Dəyərli, gözəl insanlar. İşi əvvəldən anlayın, sonra danışın. Heç kim mənim şərəf və ləyaqətimi alçaldacaq söz deyə bilməz. Hər şey var orada. Fırlayın, əvvəlinə baxın. Hər bir epizod var. Nə də mənim başıma at təpləmişdi ki, Hüseyin demişkən at təpləmişdi ki. Mən də bilirəm sözümü necə lazımdır demək. Allah yaxşılara can sağlığı versin. Hüseyinə şeytani sözlər də demək istəyirəm ki, valla özünüzə pis deyirsiniz. Mənim günahlarımı özünüzə qazansın. Mən dəli olmamışam. Səhərdən axşama qədər Allah haqqı ancaq və ancaq səccada vaxt ayırıram. Mənim özümə vaxt ayırma. İnan Allahım tək şahid ki, bir dənə keksin üstündə dururam. Bir stəkan çayım, bir nəysə. Yemək bişirməyi də bilirəm. Hər şeyi bilirəm. Təmizliyi də bilirəm. Heç kim məni alçalda sındıra qıra bilməz. 24 yaşım oldu. 24 yaşlı qıza qarşı bunu eləmək heç də düz deyildi. Məxsəriyə qoymaq lazım deyildi. Mənə heç kim məxsəriyə qoya bilməz. Heç kim kimliyindən, vəzifəsindən asılı olmayaraq, millətindən, cinsindən, irqindən asılı olmayaraq və heç kim məxsəriyə qoya bilməz. Mən izləyicilərimizə hörmətlə yanaşmışam. Böyüklərinə böyüyüm kimi, kiçiyinə kiçiyim kimi həmişə hörmətlə yanaşmışam və sözümü də demişəm. Allah yaxşılara can sağlığı versin, yenə deyirəm, qəlbi təmizlərə, pislik etməyə bacarmayanlara. Bugünkü gündə mən xoşlamıram. Mən iki qızı, mən bu günləri 2 qız haqqında danışacaqdım. Hüseyin coşdu daşdı. Niyə coşub daşırsan ki? Demirsən, onun yiyəsi var. Mənim də yiyəm var, Hüseyin bəy. O yiyəsi olan qız elə hərəkətlər eləməz. Demək, yiyəsi yoxdur da, yiyəsizliyindən. Mən ailəmin üçün canımdan da keçmişəm, yarımcan olmuşam. Və balamı, yoldaşımı qorumağa çalışıram. Mənim də ağrılarım var. Çox gərginəm. Çox narahatam. Hüseyin mənə bayaq deyir ki, əlimdə keyləşmə gedir. Mən onu bugün bildim, sizlərlə bir yerdə. İndi sağlıq olsun. O da MRT-yə düşəndə mən də MRT-də keçəcəm. Sizlərin göz önündə. Haydi, nana qurban. Səccad da biraz dəcəllik eləyir. Neyniyim, mənə öyrəşibdir. Çünki əvvəl öz beşiyində yatırdı. İndi bir aydan artıqdır, beşiyində yatmır axı. Anasının ətrini, qoxusunu alıb. Mən onun yanından gedən kimi sırası gözünü açır. Uşaqdır da. Uşaqdır. Bugünkü ilə heç kim məni təhqir elə bilməz. Eləyəcək, həmin səhifələr də nəzarətə götürüləcək. Və həmin şəxslər də Zeynəbimə həvalə ediləcək. Dəyərli, gözəl insan var. Allah ona can sağlığı versin. Babam da ona həvalə ediləcək. O yeyəsizlər var. Onlar da həmçinin. Al, saxla. Biraz uşaqda sən saxla. Sabah. Yaxşı, ver belə. Nə olar ki? Biraz yox, elə ömür boyu mən saxlayır. Saxla da saxla. İkimizin də övladımızdır. Saxlamalısan da. Atasısan.
anasıyam, saxlamalıyıq da. Ona görə də ailədə ailə kimi rəftar eləmək lazımdır. Xanım kimi rəftar eləmək lazımdır. Xanım Ağzına kimi gələn hərəkət rəftar eləmək edirəm, lazımdır. ailə kimi rəftar eləm və ailəmi qorumağa çalışıram. Biraz uşağınla oynayım, mən də fikirlərimi bildirirəm. Necə ki sən bildirdin, mən də bildirirəm. benim. Mən Gəl bura, ailəmi gəl bura. qorumağa Gəl çalışıram. bura. Hə. Yaşlının altı. Nə yaşdır? İndicə dəyişmişəm. Mənim əlim yox, bax. Xeyr, yaş zat deyil, sənin əlin suludur. Əli suludur. Nə yaşdır? İndicə dəyişmişim. Səni qurban olum. Götür mənim dərdimi dinlədim. Ey, ay Hüseyin, ey. Bizim problemin Hə. uşağa heç bir adiyyət yoxdur. Əlbəttə ki, Ona görə də onun yanında mən o biraz yanda sakit olmaq lazımdır. sakitəm. Ona görə bayaq sənin yanındaydı, sakit durmurdun. Mən əsəbləşdim tezdən də xahiş edirəm Ayşə. Vallahi mən də səbirləşirəm. Haycan oğlum, haycan. Haycan, Səccadım, haycan. İnşallah sağlıq olsun. Demir deyəcəm, vallahi mən də deyəcəm. Mən də deyəcəm. Neyse lazımdır. Qazaqlar demişkən deyəcəm. Buyur, buyur, buyur. Allah şunu de. Buyur, buyur. Allah şunu çok sağ edin. Teşekkür ederim. Karşılığıdır. Pis şey deme. Sen bir kardeş gibi dinle. Karşı. Ne demişim burayı su? Bunun hava ne var bu? Qeyrət eliyle hiç buralık söhbət olur ki orada. Ben başka şeyleri biz ailede danışmıyoruz. Kime? Pək. Pək, salam. Hər vaxtınız xeyir Nə demiş, hə? olsun, gəncləyəcəmiz. Ben qeyrət elir onu deyənə, sənə qoxuyur onu deyən. Burada Xədicə deyib, onu mən demədim ki. Xədicə deyib ki, burada ki bu narkomanların içində bu, mən qoxuyur, mənim ağzına eşit yoxdur. Qurban olsun ana. Yəni ki, mən də sözüm var. Sözüm deyəcəm inşallah sağlıq olsun. Yox, mən